Gəncə şəhərində yerləşən və bəlkə də bilmədiyiniz bir çox tarixi faktlarla dolu olan Ozan məscidi. 1884-cü ildə Ozan məhəlləsinin sakinləri tərəfindən tikilmişdir. Amma içəridəki kitabənin üzərində verilən bir tarix 1784-ü göstərir. 1920-ci ildə Gəncə üsyanı zamanında Rus bolşevikləri tərəfindən top atəşinə tutulur və məscidin bir hissəsi dağılır. Elə həmin illərdə üsyan yatırılarkən dinc əhali 100-ə yaxın insan burada sığınır və ermənilər tərəfindən diri-diri yandırılır. Elə ona görə də Sovet dövründə bu məscid ibadət üçün bağlanır və başqa məqsədlərlə istifadə olunur. Yəni körlər üçün artel, ərzaq mağazası kimi və indi də 15 saylı kitabxana kimi fəaliyyət göstərir. 1974-cü ildə məscid bərpa olunur. Hətta məscidin divarlarında rəssam Rüstəm Hüseynquliyev tərəfindən rəsmlər çəkilir. Tariximizi unutmayaq.